Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu dəfə milli mətbəxin ən asan və ən dadlı plovlarından olan döşəmə plovunu hazırlamağını sizlərlə bölüşürəm. Videomu sonacan izləyib, bəyənməyi və kanalıma abunə deyilsinizsə abunə olmağı unutmayın. Əvvəlcədən yuyub, suyunu süzdüyüm toyuq ətini qaba əlavə edirəm və 3 ədəd soğanı qabığını soymuşam, yumuşam, yarım halqa şəklində doğrayıram, ətə əlavə edirəm. Soğanın miqdarını biraz da artıra bilərsiniz. İstəyə və zövqə bağlıdır. Toyuq əti mən broiler toyuğundan istifadə etdim, amma istəsəniz kət çolbasından da çox ləzzətli döşəmə plov hazırlamaq olar. Ətin üzərinə doğradığımız soğanları əlavə edirik. Daha sonra isə duz, qara və qırmızı istiot əlavə edirik. 1 çay qaşığı sarı kök, biraz da mayonez olmasa da olar. Əlimizlə yaxşıca qarışdırıb 1 saat otaq temperaturunda və ya soyuducunun aşağı gözündə gözlədirik. Ətimiz hazırdır. Keçirik plova hazırlamağa. Plov üçün 5 stəkan düyünü qaba əlavə edirəm. Üzərinə biraz su əlavə edib yuyuram. Daha sonra isə yuduqdan sonra da biraz su əlavə edib gözlədirəm. 2-3 litr suyu qaynadıb üzərinə 2 xörək qaşığı duz əlavə edirəm və əvvəlcədən suya qoyduğumuz düyünün suyunu süzürəm və onu da bura əlavə edirəm. Biraz qarışdırıb qaynamağa qoyuram. 4-5 dəqiqə qaynadıqdan sonra yoxlayırıq. Əgər düyü bölünürsə, deməli ki, artıq süzmək olar. Düyünü aş üstünə süzürəm. Qazanın içərisini biraz yuyub, kərə yağ əlavə edib əridirəm. Soğanda bastırma etdiyimiz toyuqları, toyuq ətlərini soğanlarından ayırıb bir-bir qazanın alt hissəsinə səliqə ilə düzürük. Üzərinə isə soğanları əlavə edirik. Və aş üstünə qoyduğumuz düyünü də bura əlavə edirik. Hissə-hissə əlavə edib aralarına sarı kök səpirik. İstəsəniz zəfəranla dəmləyib bu məqamda düyü əlavə edə bilərsiniz. Son olaraq üzərinə də biraz sarı kök səpib kəfkirlə biraz hamarlayıram. Daha sonra isə kərə yağını ara-ara bu şəkildə qoyuram. Bişdikdən sonra da əridib üzərinə kərə yağ əlavə etmək olar. Və biraz da duru yağ əlavə edirəm ki, düyü daha parlaq olsun. Dəsmal bükülmüş qapağı möhkəm bağlayıb vamodda dəm almağa qoyuram. Plovumuz artıq dəm aldı. Təxminən 45-50 dəqiqə dəmə qoydum. Çox gözəl dəmlənib, dəndəndir və servis edirəm. Ətləri də çox gözəl qızarıb. Çox ləzzətli idi doğrudan da, düyüləri dəndən bişib. Siz də bu şəkildə hazırlasanız çox ləzzətli alınacaq. Ətlər də pambıq kimi bişib və çox gözəl qızarıb. Yeyən hər kəs çox bəyəndi. Siz də mütləq bu reseptlə bu cürə hazırlayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımda görüşmək diləyilə.